Azərbaycan ictimaiyyəti arasında Emil Diamond kimi tanınan Emil Məmmədov əslində kimdir? Nokomentas son parlament seçkilərinə qatılan 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputatlığa keçmiş namizəd Emil Vaqifoğlu Məmmədov haqqında ictimaiyyət üçün maraq doğuracaq məqamlara aydınlıq gətirib. Özünü yüksək çinli məmur kimi qələmə verərək rəsmi olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Açıq Səhmdar Cəmiyyətində yüksək vəzifədə çalışan dövlət qulluqçusu, yüksək vəzifəli məmurlara şəxsi biznesi tərəfindən yaxın hesab edilən Emil Məmmədov əslində kimdir? Əmək fəaliyyətini ölkənin rus dilli mediasında jurnalistika fəaliyyəti ilə başlamış Məmmədov qısa müddət ərzində fəaliyyət sahəsini sürətlə dəyişdirə bilib. Özünü dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat axtarış fəaliyyətini həyata keçirən, Prezident rabitəsi və xüsusi rabitəni təşkil edən xüsusi dövlət mühafizə xidmətinin rəsmisi olaraq təqdim edən Emil Məmmədov niyə dövlətin bu qurumunun adından sui-istifadə edir? Bu şəxs unudur ki, 16 mart 2020-ci ildə Prezidentin sərəncamına əsasən xüsusi dövlət mühafizə xidməti ləğv edilərək əvəzində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. Bəs görəsən Məmmədov niyə hələ də bu dövlət orqanının köhnə, ləğv edilmiş adından və köhnə loqosundan istifadə edir? Bu nostalgiyaya səbəb nədir? Emil Məmmədov 2024-cü ilin parlament seçkilərində komandasına qarşı hansı hərəkətlər edərək onları narazı salıb? Özünün də qeyd etdiyi kimi brilyant biznesindən tutmuş bəzi dövlət məmurlarının ailələrinə Dubaydan və digər ölkələrdən orijinal adı ilə A-klass hesab edilən hansı zinət əşyalarını gətirilmiş? Onu mediadan, brilyant ticarətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, özünün də qeyd etdiyi xüsusi dövlət mühafizə xidmətinə bağlayan kimlər və nədir? Emil Diamond kimi tanınan Emil Məmmədov bəs əslində kimdir? Media nümayəndəsi, brilyant alverçisi, yoxsa dövlət məmuru, yoxsa millət vəkilliyinə yuxarılardan xeyir-dua alınan uğursuz namizədmi? Bəlkə də özünün də qeyd etdiyi kimi 10 şirkətin birləşdiyi və investisiya həcmi 100 milyardlarla ölçüləcək böyük bir holdingin rəsmisi, hansı ki COP29 tədbirində özünün təmsil etdiyi alternativ enerji sektorunda fəaliyyət göstərəcək ETKA Holdingin ölkə nümayəndəsi. ETKA Holding hansı məmura bağlıdır? Türkiyənin alternativ enerji istehsalçısı olan ETKAKO Holding ilə Emil Məmmədovu bu şirkətə kimlər və nə bağlayır? Bütün bu məsələlərə yaxın günlərdə aydınlıq gətirəcək deyə saytda yayımlanan məlumatda iddia olunur. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.